pullu, varlı və yaxud da ki, dəbdəbəli göstərməyə çalışmamışam. Nədir? Odur. Nədir? Odur. Paltarım çox xoşuma gəldi, makyajım çox xoşuma gəldi, geyimim xoşuma gəldi, məkanım xoşuma gəldi, ümumiyyətlə nişanımın keçməyə xoşuma gəldi. Nişanda artıq bir insan yox idi. Mən pul yığmaq üçün bir məclis, düzdür, nişanda pul yığmalar, mən bildiyim qədər yığmalar. Üçün toyumda da yığmayacağım, bilmək istəyirsinizsə. Pul orada olmayacaq da, yəni pul qabı falan olmayacaq. Aşkım, üzüyüm 2 dənədir. Biri budur, biri də ki, evdəki də o evlənmə təklif eləyəndə almışdı Zahir o. Toyda şey eləyəcəm. O türklərdə çingenələr belə şeylər yazacağım ki, sizin üçün geyindim. Səni də itirdim. Yox, məni niyə itirirsiniz ki? Məni itirib eləmişsiniz. Mən yenə canlı açıram, sizlə danışıram. Yenə danışacağım. Bütün proseslərini hamısını görəcəksiniz inşallah. Toyu da, inşallah üzr istəyirəm böyüklərdən, evladı olsa evladı da, hamısını bir-bir görəcəksiniz. Toyda pul yığılması olmasa istəmir də, bizim oğlan istəmir. Deyir ki, mən istəmirəm mənim toyuma gəlib kimsə pul salır. Mən istəyirəm mənim toyuma gələn insanlar gəlsin, yesin, yesin, gülsün. Mənim toyumda sevinsin ki, bunların xoş günüdə əylənsin, geçsin. İstəmirəm pul yazdırsın kimsə. Mən də ondan razıyam. Mənə də şey deyil. Toya hələ var uşaqlar. Toya hələ var. Xoşbəxtçiliyi arzu edən insanların qəlbindən ötürəm. Müvəqqəti insanları həyatda, həyat davam edir, biz müvəqqətiyik. Müvəqqəti insanları, xoşbəxtçiliyi arzu edən hər kəsə xoşbəxtçiliyi arzu edirəm. Pis yazan insanlara da ki, yəni məndən bir şey getmir ki, itirən siz olursunuz. Çünki qəlbini nə qədər gözəl saxlasan, həyatın o qədər gözəl olar. Sən mənə görə öz qəlbini kirlədirsənsə, öz dilini kirlədirsənsə, tim boyla əgər məni bəyənmirsən, mənə və pis niyyətlər yazırsansa, inan ki, o sənin həyatına təsir edir. Mən insanlara hər zaman gülürəm, ona görə də həmişə həyat mənə gülür. Çünki mən insanla xoşbəxt olan insanım. Seçimimi də elə seçmişəm ki, mənim qarşımdakı insan insandır. Bunu az insan anlayar nə demək istədiyimi. Bunu ancaq insanlar başa düşər. Çox insan sözündən istifadə etdiyim cümlədə bilirəm, amma mənim həyatımda olan insan doğrudan da sözünə siz mənasında insandır. Ona görə də mən onu seçmişəm, ona görə də mən onu sevirəm. Və həmişə də onun yanındayam. O da həmişə mənim yanımdadır. İnşallah Allah qismət eləsə, axıracan olsun. Bilmək olmaz da, həyatda hər şey ola bilər. Böyük-böyük danışmağı sevmirəm. Amma hər şey yaxşıdır. Və mən bugünkü gün qəlbimin həyatını yaşayıram. Mən çox inanıram. İnsanın ürəyinin, insanın davranışlarının öz həyatına yansıdığını çox inanıram. Deyir ki, rəfiqəm deyir ki, dodağımız bizə qarşımızdakı insandan da yaxındır, qulağımız da bizə. Ağzından qarşındakı insan üçün çıxartdığın hər söz birinci sənin özünə qayıdır. Çünki ən yaxında özüdür. Ən tez özüm eşidirəm, ən gürültülü özüm eşidirəm. Ona görə də mənim bugünə qədər qəlbən hər kəsə arzuladığım şey mənim özümə qayıdır. Mən hər kəsə xoşbəxt olmağı arzu edirəm. Hər kəs xoşbəxt olsun. Müvəqqəti yenə deyirəm, insanlarıq bu həyatda bilmək olmaz hansımız nə qədər yaşayarıq. Kimisə xoşbəxtçiliyi məndən heç bir şey almaz. Mənim də xoşbəxtçiliyim zəhmət olmasa heç kimdən heç nə almasın. Bir qadının evlənməyi, ailə qurmağı çox qəşəng bir şeydir, pis bir şey deyil. Bunu dəstəkləmək lazımdır. Girib artıq əsik yazmaq, ürək bulandırmaq, könül qırmaq lazım deyil. Zaten sizin yazdığınız artıq sözlərlə bizim üçün heç nə dəyişmir. Biz yenə də davam edirik, yenə də öz həyatımıza baxırıq. Çünki məni yaşayan, məni görən, məni tanıyan Zahirdir. Siz məni görməmisiniz, tanımırsınız, bilmirsiniz. Ən söhbət o pis yazanlardan gedir. İnşallah, çox sağ olun. Mənim heç kimdən işim yoxdur. Başım aşağı salmışam, həyatımı yaşayıram. Heç kimdən işim yoxdur, heç kimin xoşbəxtçiliyində gözüm yoxdur, heç kimdən bir davam yoxdur, bir dərdim yoxdur. Mən qıraqdan da özünüz görürsünüz ki, mən başım aşağı salmışam, həyatımı yaşayıram. İşimə gedirəm, evimə gəlirəm, çörəyimi qazanırım. Belə də yəni. Yəni mənim heç kimdən dərdim yoxdur, heç kimə də hörmətsizliyim yoxdur. Mənə məni izləyən izləyiciyə, nə heç bir vətəndaşa, heç kimə. Şükür Allaha bugünə qədər də olmayıb. Şükür Allaha ki, yəni heç kimin də qəlbinə dəyməmişəm. Allah ağlımı başımdan almasın. İnşallah heç vaxt da sizə hörmətsizlik eləmərəm. Yox, vecimə olmuram, mən vecimə deyil. Mən nə vecim olsun, nə daib, ha danışsınlar.
Çox sağ olun. Mən sizi çox istəyirəm. Doğrudan bu sözü elə belə demirəm. Sizə şirinlik eləmək üçün, yaltaqlanmaq üçün demirəm. Mən doğrudan sizi çox istəyirəm. Çünki sizin sayənizdə mən bugünkü gün tanınıram. Sizin sayənizdə mən o mağazada işləyirəm. O mağazada pul qazanıram, çörək qazanıram. İzləyici olmasa mən necə tanınaram? Xəbər çox sağ olasın. Sizin sayənizdə özümü yaxşı hiss edirəm. Sizin o yazdığınız xoş sözlərin sayəsində mən motivasiya oluram. Özümü doğrudan yaxşı hiss edirəm və sizin sayənizdə mənə pis yazan insanların yazdığı komentarlərin o verdiyi etki var ha. Olur da mən də insanım. Bəzən pis vaxtıma gəlir düşür. O etki, o sizin yazdığınız o xoş sözü görəndən sonra çıxır gedir. Çox sağ olun. Allah sizi var eləsin. Allah sizi əskik eləməsin. Belə. Allah hər kəsə qəlbinin həyatını yaşamağı nəsib eləsin. Kimin qəlbi nədirsə, həyatı da olsun. Totum çox sağ ol. Totumun da əziyyəti böyük oldu. Toğrul Abbasov, fotoqraf, videoqraf çox əziyyətimizi çəkdi. Siz belə gəlin belə deyim də sizə, biraz böyük danışmaq kimi olmasın. Mən ora istəsəydim çox müayinə də çağırardım. Ki mən bu günə qədər çox müayinənin mahnısını tanıtmışam və mən bu gün onlara desəydim, onlar canla başla da gələrdi. Ən azından çağıracağım bir 10 nəfərdən 5 nəfəri gələrdi yəqin ki. Yəqin ki, özləri belə mənə yazan müğənnilər var da, təsəvvür edirsiniz. Yəni, özü mənə dünən yazan müğənnilər var ki, toy haçandır, niyə nişana bizi çağırmadın ki? Ay, necəsən ürəyim? Çox sağ ol. Çox sağ ol. Hə. Mən siz necə adamam? Mən kiməsə nəsə eləyib, ondan sonra onun qarşılığında ondan onu tələb eləyən adam deyiləm. Mən utanıram, mənim o üzüm yoxdurum. Kimsə pulsuz məclisə çağırım. Yəni, heç o üzüm yoxdur da. Çox sağ olun təbrikləriniz üçün. Allah razı olsun. Allah hər kəsin ürəyinə görə versin. Mən o kafada adam deyiləm. Mən getmişəm kimisə məclisdə, o da gəlsin, qaytarsın və yaxud da ki, kimisə nəsə eləmişəm. Yox. Ona görə də heç kimi çağırmadım. Çox sağ olun. Mən işir biləcəm. Mən deyən adamdan uzaq duraq. Valla mən deyirəm, çünki məni ən gözəl mən tanıyıram. Onun da cavabını sizə verim bir dənə. Məni ən gözəl mən tanıyıram və ona görə mən çox mən deyirəm. Və plus da ki, bu qədər şəxsiyyətsiz, şərəfsiz, ikiyüzlü, axmaq insanın olduğu zəmanədə əgər mən özümü tanıyıramsa, mən özümü niyə pisləməliyəm ki, onlar özlərini bütün gün tərifləyirlər? Xeyr, mən özümdən qürur duyuram. Bir şəxsiyyət kimi özümdən qürur duyuram. Meyri salam, ürəyimi öpürəm səni. Bir şəxsiyyət kimi özümdən qürur duyuram. Bir xanım kimi özümdən qürur duyuram. Bir ağıllı bir qız kimi özümdən qürur duyuram. Xarakteri olan bir qız kimi özümdən qürur duyuram. Mən özümü niyə pisləməliyəm ki? Nəyə görə pisləməliyəm ki özümü? Çox sağ olun, təşəkkür edirəm. Bu şeyi var, sağ ol həyatım, səni çox istəyirəm. Sən yaxşı qızsan, çox sağ ol. Mən hər zaman demişəm, yenə də deyirəm, paxıllıq bütün insanlara məxsus bir şeydir. Öpürəm ürəyim, çox sağ ol. Asi, çox sağ ol. Paxıllıq bütün insanlara məxsus bir şeydir. Hər bir insanda var. Çünki paxıllıq bir hissdir. Allah da bütün hissləri bütün insanlara bəxş eləyibdir. Sadəcə olaraq əhsən o insana ki, içindəki paxıllıq hissini bastıra bilir. Nə xoş o insanın halına. Mən də bastıra bilənlərdən biriyəm. Bastıra bilməyənlər var. Çünki məndə mərhəmət, vicdan hissi çox olduğuna görə paxıllıq hissini onlar öldürür. Öldürə bilməyənlər varsa da vay onların halına. Toy inşallah hələ var. Olanda biləcəksiniz. Demək istəmirəm. Çox sağ ol Çapayev. Öpürəm sənə. Var olasın. Allah var eləsin. Nadirova, Türkan, deyəsən T, yoxsa nə yazmışdı? Oxuya bilmədim. Ama Nadirova çox sağ ol. Belə harda qalmışdıq?